Ötən ilin ortalarından etibarən pensiyaçılara şad xəbər başlıqları ilə yayılan məlumatlara baxmayaraq, qanunvericiliyə əsasən əmək pensiyaları ildə yalnız bir dəfə, növbəti ilin əvvəlində indeksləşdirilir. Bu proses əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olaraq həyata keçirilir və vətəndaşların qanuni hüququdur. Bunu deputat Əli Məsibli öz sosial media hesabında yazıb. 2026-cı il üzrə pensiya artımları ilə bağlı Prezident sərəncamının fevral ayının 1-ci 10 günlüyündə imzalanması gözlənilir. Pensiyaların artımı Dövlət Statistika Komitəsinin elan etdiyi 2025-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun aparılacaq. Deputatın sözlərinə görə, Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən 2025-ci ilin yanvar-noyabr aylarında orta aylıq əmək haqqı əvvəlki ilə müvafiq dövr ilə müqayisədə 9,3% artıb. Rəsmi açıqlamalarda isə artım tempinin 9,2% civarında olacağı ehtimal edilir. Dəqiq göstərici fevral ayının əvvəllərində açıqlanacaq. Əli Məsibli qeyd edib ki, indeksləşdirmədən sonra median pensiya səviyyəsində təxminən 360 manat pensiya alanların aylıq pensiyası 393 manata, orta pensiya səviyyəsində 543 manat pensiya alanların pensiyası isə təxminən 593 manata yüksələ bilər. Deputat vurğulayıb ki, pensiya artımları əmək pensiyalarının bütün növlərinə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlara şamil ediləcək və bu artımlar 1,1 milyon pensiyaçını həyat edəcək. Yanvar ayında pensiyaların artımla verilməməsinin səbəbinə toxunan Əli Məsibli bildirib ki, 2025-ci il üzrə orta illik əmək haqqı göstəricisi hələ açıqlanmadığı üçün yanvar ayında əvvəlki məbləğdə ödəniş edilib. Artımlar yanvar 3-də hesablanaraq fevral ayında ödəniləcək. Məsələn, 400 manat pensiya alan şəxs fevralda yanvar və fevral aylarının artımını ilə birlikdə təxminən 474 manat alacaq. Mart ayından etibarən isə aylıq pensiyası 437 manat civarında olacaq. Deputat həmçinin fərdi pensiya kapitalı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, qanuna əsasən sığorta olanların fərdi şəxsi hesabında olan pensiya kapitalı ildə bir dəfə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir. 2026-cı ildə bu göstərici 5,6% olacaq. Bu isə fərdi hesabında minimum 46.080 manat pensiya kapitalı olan şəxsin vəsaitinin təxminən 2580 manat artaraq 48.660 manata çatması deməkdir. Sonda Əli Məsibli vurğulayıb ki, pensiyaların indeksləşdirilərək artırılması müsbət haldır, lakin qiymət artımları da nəzərə alınmalıdır. Onun sözlərinə görə, real nəticə əldə etmək üçün ciddi anti-inflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları pensiyaçıların həyat səviyyəsinə real müsbət təsir göstərə bilsin.